Bugün Rusiya Prezidenti Vladimir Putinin xanımı Lyudmila Putina Bakıya gəlib. Səfər Azərbaycan Baş Nazirinin xanımı Mehriban Əliyevanın dəvəti ilə baş tutub. Qonaq səfərə Şəhidlər Xiyabanı ziyarətlə başlayıb. Rusiyanın birinci xanımı Slavyan Universitetində tələbələr qarşısında çıxış edib. Daha sonra isə onun Azərbaycanın Baş Naziri İlham Əliyev qəbul edib. Rəsmi görüşlərdən sonra Rusiyalı qonaq Respublika sarayında təşkil olunmuş təntənəli mərasimdə iştirak edib. Rusiya Prezidenti Vladimir Putinin xanımı Lyudmila Putinanı Bina Hava Limanında Baş nazir İlham Əliyevin xanımı Mehriban Əliyeva və Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları qarşıladı. Onlar hava limanından birbaşa Şəhidlər Xiyabanına yollandılar. Ziyarətdə və xatirə kompleksinə əkil qoyandan sonra Lyudmila Putina və Mehriban Əliyeva Slavyan Universitetinə tələbələrlə görüşə yollandı. Tədbirdə universitetin rektoru Kəmal Abdulla çıxış etdi. O bildirdi ki, Azərbaycanda rus dili indi də böyük rol oynayır. Universitet rektorunun sözlərinə görə indi ölkədə təhsilin yalnız rus dilində aparıldığı 29 orta məktəb fəaliyyət göstərir. Ermənilərin işğalı altında olan rayonlardan evakuasiya olunmuş məktəblər də daxil olmaqla Respublikada 363 orta təhsil ocağında rus bölmələri var. Ümumilikdə isə ölkədə 100 mindən çox şagird bu dildə təhsil alır. Kəmal Abdulla universitetin ilk fəxri doktorunun Vladimir Putinin olmasını məmnunluqla xatırladı. Lyudmila Putina isə Azərbaycanda rus dilinə göstərilən hörmətə görə təşəkkürünü bildirdi. O, Bakıya dəvət edilməsinə çox şad olduğunu və Azərbaycanda Rusiya Prezidenti Vladimir Putinə münasibətdən məmnun qaldığını dedi. İcazə verin bu səhnədən Azərbaycan xalqına öz dərin hörmətimi bildirir. Ona görə ki, sizin xalqınız rus dilinə və mədəniyyətinə öz hörmətini saxlayır. Mən ümid edirəm ki, rus xalqı da eyni hörmət və ehtiramla Azərbaycan xalqına yanaşacaq. Xanım Putina Slavyan Universitetinə hədiyyə də təqdim etdi. Universitet rəhbərliyi isə öz növbəsində Rusiyanın birinci xanımına qədim xalça bağışladı. Bakıya səfəri çərçivəsində Lyudmila Putina Baş nazir İlham Əliyevin də qəbulunda oldu. Görüş zamanı rus dilinin və mədəniyyətinin ənənələrinin qorunması müzakirə olundu. Baş nazir İlham Əliyev bəyan etdi ki, Yalta şəhərində onun Rusiya Federasiyası Prezidenti Vladimir Putinə təkbətək və çox mehriban görüşü olub və bu zaman Azərbaycan və Rusiya arasında əlaqələrin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub. Baş nazir vurğuladı ki, rus dili və mədəniyyətinin Azərbaycana verdiyi yaxşı nə varsa hamısını qoruyub saxlamaq vacibdir. Statın sonu. İlham Əliyev Rusiya Prezidentinin 2001-ci ilin yanvarında Azərbaycana səfərini xatırlatdı. Lyudmila Putina isə dedi ki, o Azərbaycanda rus dilinə və mədəniyyətinə olan hörmətə görə fəxr edir. Rusiya Prezidentinin xanımı baş nazirlə Bakı Slavyan Universiteti və orada tanış olduğu Moskva auditoriyası mərkəzi haqqında təəssüratlarını bölüşdü. Daha sonra isə xanım Putina Bakı məktəblilərinin Rusiya Məhəbbət adlı uşaq yaradıcılıq festivalına baxmaq üçün Respublika sarayına gəldi. Qeyd edək ki, məktəblilərin 5 aydan bəridir ki, davam edən festivalı bugün öz yekun konsertini verdi. Xanım Putina bu gecə Moskvaya qayıdacaq. Leyla Əsənova, Ramin Hüseynov, Aynız. Xatırladaq ki, Lyudmila Putina Bakı Slavyan Universitetində olub və burada rus dilinə olan münasibətdən xüsusilə razı qaldığını söyləyib. İndi Aynısın konferans zalına bağlanırıq. Xəbərçinin qonağı Bakı Slavyan Universitetinin rektoru professor Kəmal Abdulladır. Kəmal müəllim, hər vaxtınız xeyir. Axşamınız xeyir. Kəmal müəllim, sizcə Lyudmila Putinanın görüşündən Azərbaycanın hansı dividendlər əldə edə bilər? Təbii ki, söhbət mənəvi dividendlərdən gedə bilər. Biz artıq xanım Putina ilə qərarlaşdırdıq ki, onun rəhbərliyi etdiyi belə bir böyük fond var, rus dilinin inkişafı mərkəzi. O mərkəzlə bizim universitet arasında birbaşa əlaqə yaranacaq. Bilirsiniz ki, bu mərkəz bütün dünyada rus dilli mədəniyyətin, rus dilli ədəbiyyatın, ümumiyyətlə elmi, metodik ədəbiyyatın, bədii ədəbiyyatın yayılmasında böyük xidmətləri var. Elə bilirəm ki, o mərkəzlə birbaşa ünsiyyət bizim bir çox problemlərimizi həll eləməyə bizə nəhayət ki, imkan verəcəkdir. Kəmal müəllim, Rusiya Prezidentinin xanımı ilə sizin söhbətləriniz olub. O sizə bir Rusiya vətəndaşı kimi necə təsir bağışlayıb? Çox isti, çox həlim, çox insani münasibət bəslədi. Mən bunu gizlətmədən deyirəm, eynən həyat yoldaşı kimi. O zamanki görüşümüzdə Rusiya Prezidenti cənab Putin və təbii ki, bizim prezidentimiz cənab Əliyev o qədər insani, o qədər yaxın, o qədər məhrəm idilər ki, bizim o dəfəki görüşümüzün çox yüksək səviyyədə keçməsinə məhz onlar o cür şərait yaratdılar. Və xanım Putina da elə ilk dəqiqələrdən universitetin həyatı ilə bağlı, universitetdə çalışan, oxuyan insanlarla bağlı elə maraqlı, elə adamı hardasa hətta qəribə gələn, təsadüfə bürünməyən suallar verirdi ki, o cavablarım da yəqin ki, onu Azərbaycanın
bax bu təhsil istiqaməti ilə bağlı, rus dilinə münasibətlə bağlı, rus mədəniyyətinə münasibətlə bağlı elə bilirəm ki, onda dolğun təsəvvür yarada bildim və nəhayət ki, o öz çıxışında da heç onun o cür çıxışı açıq deyim mən tamaşaçılara ki, protokol tərəfindən bəlkə də nəzərdə tutulmamışdı. O cür təəssüratla səhnəyə qalxıb çıxış etdi ki və orada da qeyd etdi ki, o doğrudan da həyəcanlandı bu görüşdən və burada gördüklərindən, rus dilinə münasibətdən, rus mədəniyyətinə, ümumiyyətlə dünya xalqlarına olan bu münasibətdən təsirləndiyini söylədi və bizim hamımıza, Azərbaycana bütövlükdə başda prezident olmaqla dərin təşəkkürünü bildirdi. Kəmal müəllim, Lyudmila Putina universitetdəki tədrisin səviyyəsinə razı qalıbmı? Bilirsinizmi, bunu demək çox çətindir. Çünki o bir dərsə daxil oldu. Rus Mədəniyyət Mərkəzində uşaqlar o zaman deməli interaktiv lövhədə məşğələ keçirdilər. Hər halda narazı qalmadı. Demək, mən bu saat durum deyim ki, o bütün universitetin təhsil sistemi ilə bağlı çox zəngin təəssürata malik oldu. Bu sonraki işləmələr, sonraki görüşlər, sonraki münasibətlərin qurulması zamanı yəqin ki, o təəssüratda olacaq. Amma prinsip etibarilə, struktur baxımdan bugün Slavyan Universiteti nədən ibarətdir? Bugün Slavyan Universiteti hansı missiyanı qarşısına qoyub yerinə yetirir? Azərbaycanın bugünü və gələcəyi üçün hansı ixtisasları, nadir ixtisaslarla ilgilənir və onları inkişaf etdirməyə çalışır? Slavyan Universitetinin yaxın xaricdə, uzaq xaricdə mövqeyi nədən ibarətdir? Bugün mən açıq deyim, bizdən Türkiyədən, İrandan, universitetlərdən bizdə orada rusistikanı qurmağımızı xahiş edirlər o mütəxəssislər, oranın alimləri, oranın universitet rəhbərləri. Bu istiqamətdə mən elə bilirəm ki, onda tam və dolğun təsəvvür yarada bildik. Kəmal müəllim, söhbətlərdə siz Rusiyada yaşayan və orada təhsil alan Azərbaycanlıların vəziyyəti ilə maraqlandınızmı? Təbii ki, bu istiqamətdə də söhbət getdi, ancaq əsas söhbətin istiqaməti Azərbaycanda rus dili təhsili alan, rus dilində oxuyan və ikinci xarici dil kimi rus dilini seçmə istiqaməti üzrə söhbətlərimiz getdi. Mən elə bilirəm ki, bu ilk görüşüdür. Bilirsiniz, xanım Putin Azərbaycana ilk dəfə gəlirdi və biz bunu çoxdan gözləyirdik. Nə gizlədək, biz xanım Putinanın Azərbaycana qiyabi rəğbətini, əyani rəğbətə döndərə bildik. Bax, bu ilk addımdır və inanıram ki, gələcək addımlarda həmən o söylədiyim kimi bizim universitetlə xanım Putinanın rəhbərlik etdiyi o mərkəz arasında əlaqələrin birbaşa yaranmasına nail olduq. Bugün özü onu elan elədi orada. Bu bizim üçün də bir qədər gözlənilməzidir. Və bundan sonra elə bilirəm ki, həmən o siz dediyiniz məsələlər, bir çox digər məsələlər, hamısı o işgüzar prosesdə yaxın gələcəkdə öz həllini tapar inşallah. Aydındır, təşəkkür edirəm. Xatırladım ki, xəbərçinin qonağı Bakı Slavyan Universitetinin rektoru Profesor Kəmal Abdulla idi. Azərbaycanlı qaçqınların acınacağı vəziyyəti barədə Rusiya Prezidenti Vladimir Putinə məlumatı isə Rusiya Baş Nazirinin müavini Galina Karelova verəcək. Bu barədə vitse-premier bugün Səttarxan adlı zavodun yataqxanasında məskunlaşmış qaçqınlara söz verib. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Rusiya Federasiyasının vitse-premieri Galina Karelova Səttarxan adına maşınqarma zavodunun yataqxanasında məskunlaşmış məcburi köçkünlərə baş çəkdilər. Burada qonaqların qarşısına çıxan köçkünlər ermənilərin işğalı altında qalmış torpaqların azad olunması üçün Rusiya hökumətinin köməyinə ehtiyac olduğunu dedilər. Bizə çox xarici hökumət hamısı gəlib elə hamısı deyir belə bu torpağı alacaq, belə sizə kömək duracaq, ancaq başına dolanır, heç bir şey çıxmır. Elə mənim sizdən xahişim budur ki, bizim prezidentlərimizə, hökumətlərimizə hamımız birgə birləşib, Rus xalqından mənim xahişim budur. Bizə kömək eləsiniz, torpaqlarımızı alasınız gedək. Səndən yaxşı, heç bir şey ola bilmir. Mən səni öz balam kimi yenə bağrıma basıram, xahiş edirəm. Bütün mənim prezidentimin hamısına kömək eləyirsən, mənim torpağımı alasın. Rusiya hökuməti sədrinin müavini Galina Karelova isə bu tələblərin müqabilində bəyan etdi ki, Dağlıq Qarabağ probleminin tez bir zamanda həlli üçün addımlar atılmalıdır. Çox qəmli, acı təsir bağışladı mənə. Mən problemin dərinliyini başa düşürəm. Əlbəttə, gördüyüm bu insanların yaxşı yaşamalarına, qaçqın uşaqların isə yaxşı təhsil almasına şərait yaradılmalıdır. Onların sabahları ümidverici olmalıdır. Galina Karelova qaçqınların yaşayış səviyyəsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə məruzə edəcəyinə söz verdi. Afət Telman qızı Ramin Yaqubov, Aynes.
Amerika Birləşmiş Ştatlarının Azərbaycana bağışladığı gözətçi gəmisi bugün rəsmən dövlət sərhəd xidmətinə təhvil verilib. Bu gəmi Xəzər dənizinin Azərbaycan sektorundakı enerji resurslarının işlənməsinin təhlükəsizliyini təmin edəcək. Bu ilin sonunadək isə Vaşinqton Azərbaycanın dövlət sərhəd xidmətinin maddi-texniki bazasının gücləndirilməsi üçün $1.700.000 ayıracaq. Bu vəsaitin əksər hissəsi sərhədçilərin treninqlərinə xərclənəcək. Birləşmiş Ştatların Azərbaycandakı səfiri, Amerika sahil mühafizəsinin vitse-komendantı, dövlət sərhəd xidmətinin rəisi və daxili qoşunların qərargah rəisi tribunaya qalxdıqdan sonra təqdimat mərasiminə start verildi. Sonra Azərbaycan dövlət himni səsləndirildi. Birləşmiş Ştatların sahil mühafizə xidmətinin vitse-komendantı Admiral Thomas Barrett S-201 gəmisinin texniki göstəriciləri barədə kiçik məlumat verdi. Onun sözlərinə görə gəmi 30 il Birləşmiş Ştatların sahil mühafizə idarəsinə xidmət edib. O, Dövlət Departamentinin maddi dəstəyi nəticəsində yenidən əsaslı təmirdən çıxan gəminin bugündən sonra Azərbaycan sərhəd xidməti və sərhəd briqadasının zəhmət və diqqəti nəticəsində hələ uzun müddət neft yataqlarının təhlükəsizliyini və bu ölkənin sərhədlərini qoruyacağına ümid etdiyini bildirdi. Qeyd edək ki, gəmi Azərbaycana gətirilməsi və qiyməti də daxil olmaqla Amerika tərəfinə $2.500.000 başa gəlib. Bu gəmi kiçik və orta su hövzəsində, eləcə də sahilyanı ərazilərdə patrul xidməti aparmaq üçün nəzərdə tutulub. Müasir naviqasiya və su hədəflərini aşkar etmək üçün elektron cihazlar və radio rabitə sistemi ilə təchiz edilib. Yüksək sürəti ona sərhədi pozan hədəflərə çatmağa və keyfiyyətli yoxlama aparmağa imkan verir. Bu tip gəmilərdə iri çaplı pulemyotların quraşdırılması da mümkündür. S-201 150 mil radiusda axtarış və patrul əməliyyatlarını xilas etmə işlərinə cəlb edilə bilər. Gəmiyə keçirilən baxışdan sonra mətbuat konfransı keçirildi və məlum oldu ki, rəsmi Vaşinqton Bakıya gələn ildə kömək etməyi nəzərdə tutub. $1.700.000 yardım nəzərdə tutmuşuq. Gələcəkdə bu məbləğ dövlət sahil mühafizə briqadasında sərhəd xidməti üçün təlimlərə xərclənəcək. Biz daha çox təlimlərə önəm verəcəyik. Lazım gəlsə dəniz donanmasının sərhəd xidməti ilə birgə hansısa təlimləri həyata keçirə bilərik. Bu hələ başlanğıcdır. Səfirin qənaətinə görə Birləşmiş Ştatların Azərbaycanın sahil briqadasına ayırdığı yardım heç bir dövləti narahat etməməlidir. Çünki Birləşmiş Ştatların məqsədi sadəcə olaraq Azərbaycanın dəniz sərhədlərində qanunu qorumaq və mühafizə etməkdir. Yardım proqramı bununla bitmir. Amerika həm də dənizdə kəşfiyyat və axtarış işlərində, habelə başqa sahələrdə Azərbaycanın imkanlarını axtarmaqda maraqlıdır. Terrorizmə qarşı mübarizə isə əsas məqsədlərdən biridir. Statın sonu. Birgə hərbi təlimlərə gəldikdə isə Ümid edirik ki, gələcəkdə neft platformalarının qorunmasında bir qrupun təlimlərini təşkil edəcəyik. Renaud Harnişin sözlərinə görə Amerika hökuməti 1999-cu ildə Azərbaycan sərhədlərinin möhkəmləndirilməsinə $5,7 milyon vəsait ayırmışdı. 2003-cü maliyyə ilində isə bu vəsait $12,5 milyon çatıb. Dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev isə dedi ki, sərhədlərin qorunub saxlanılması yalnız yardımlarla deyil, həm də dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilir. Deyək, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən 2 gördüyünüz kater və bir gəmi verilmişsə, Cənab Prezidentin göstərişi əsasında Azərbaycan hökuməti tərəfindən 3 böyük həzmli gəmilər, yəni 70-80 metrlik gəmilər, gözətçi gəmilər dəstəsinin balansına verilmişdir. Əgər Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin vasitəsi hesabına 2 gəmi təmir olunmuşdursa, bu günə qədər artıq 7 gəmi dövlətin rəsmi büdcə ayırmaları hesabına olunmuşdur. Elçin Quliyevin sözlərinə görə bugün Dövlət Sərhəd Xidmətinin gözətçi gəmilər dəstəsinin maddi-texniki imkanları 2001-ci ildən xeyli fərqlidir və sərhədin mühafizəsi üçün ardıcıl tədbirlər görülür. Fidan Quliyeva, Zeynal Zeynalov, INS. Bugün sentyabrın 20-sidir. Bu söz deməkdir ki, əsrin müqaviləsinin imzalamasından 9 il keçir. 1994-cü il 20 sentyabr. 5 ildən artıq davam edən gərgin danışıqlardan sonra əsrin müqaviləsi adı ilə tarixə düşmüş Azəri-Çıraq günəşli yatağının birgə işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi imzalanır. Lakin bundan sonra da gərginlik azalmır. Regionda maraqlı qüvvələr bir-birinin ardınca ərazidə qarma-qarışıqlıq yaratmağa çalışırlar. Bu şərait layihə çərçivəsində aparılan işlərə mane ola bilmir. 1994-cü il noyabrın 15-də saziş ratifikasiya edilir. 1995-ci ilin yanvarında artıq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti fəaliyyətə başlayır. Layihənin ilk 3 ili yataqda geoloji kəşfiyyat işlərinə sərf olunur. Artıq 1997-ci ildə Çıraq yatağında ilk neft hasilatına başlanılır.
Həmin il Zəngəçal terminalı, 1999-cu ildə isə hasil olunan nefti nəql edən Bakı-Subsa kəməri istismara buraxıldı. 2001-ci ilin avqustunda əsrin müqaviləsinin tam miqyaslı işlənməsinin birinci fazasına, 2002-ci ilin sentyabrında isə ikinci fazasına sanksiya verildi. Çıraq yatağından ilk neft hasil olunduğu gündən indiyənə kimi artıq 29 milyon ton neft əldə edilib. Hasil olunan neftin 3,7 milyon tonu Azərbaycana məxsusdur. Azər yatağında isə tikinti işləri davam edir. Hər gün 6 milyon dollar xərclənən yatağa 6 min işçi cəlb olunur. Ümumilikdə isə bu ilin sonuna dək bu yatağa 1,7 milyard dollar sərmayə qoyulması nəzərdə tutulur. Azər yatağında işlərin 2004-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Burada hasil olunan neftin nəqli isə tikintisi davam edən Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə nəql olunacaq. Yeri gəlmişkən, artıq bu kəmərin Azərbaycan ərazisində 20 kilometri çəkilib. Beləliklə, 18 sentyabr 2002-ci il Bakı-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycandan başlanan yolu. Kəmərin Gürcüstan ərazisindən keçən hissəsinin inşasına isə bu ilin may ayının 23-də start verilib. Qeyd edək ki, bu müqavilə 30 il müddətinə bağlanılıb. Azəri-Çıraq günəşli yataqlarında olan ehtiyatlar isə 5,4 milyard barel həcmində qiymətləndirilir. Rəşad İskəndərov, ANS. Taxıl böhranı isə gözlənilmir. Azərbaycan hökumət rəsmiləri belə vəd edirlər. Hökumət ölkədə qış mövsümündə çörəyin və onun bağlaşmasının qarşısını almaq məqsədilə Qazaxstan və Birləşmiş Ştatlarla danışıqları davam etdirir. Qazaxstanın Azərbaycana ixrac etməyə kifayət qədər taxıl ehtiyatı var. Rəsmi Astananın bu cavabını Qazaxstanın Azərbaycandakı səfiri açıqlayıb. Onda xatırladaq ki, artıq 11 gündən sonra ölkəyə idxal olunan taxıl məhsulları əlavə dəyər vergisindən azad ediləcək. Azərbaycanın yaxın bir neçə ayda taxıl və un məmulatları ilə bağlı heç bir problemi olmayacaq. Kütləvi informasiya vasitələrində Qazaxstanda bu il güya həmişəkindən az taxıl biçildiyindən Astananın Azərbaycana taxıl ixracından imtina edəcəyi barədə yayılan məlumatın düzəlişə ehtiyacı var. Elə Qazaxstanın Azərbaycandakı səfiri Andar Şukutov da ölkəsində hər il biçilən taxılın miqdarının daxili tələbatı üstələdiyindən ixrac etmək üçün kifayət qədər məhsul olduğunu deyir. Qazaxstanda hər il biçilən taxılın miqdarı daxili tələbatı üstələyir. Bu ildə istisna deyil. Əgər orta rəqəmlə daxili tələbatı ödəmək üçün 10 milyon ton taxıl lazım gəlirsə, həmin məhsulun istehsalı ən azı 14-15 milyon ton təşkil edir. Bu da göstərir ki, bizim ixrac etmək üçün kifayət qədər ehtiyatımız var. Qazaxstan təkcə Azərbaycanın deyil, Ukraynanın da taxılla bağlı müraciətinə baxacaq. Səfir Kiyevin 1 milyon 200 min ton taxıl istədiyini dedi. Hər iki müraciət yaxın vaxtlarda təmin ediləcək. Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasovun sözlərinə görə isə rəsmi Bakının Qazaxstan hökuməti ilə 500 min ton taxılın ölkəyə ixrac edilməsi haqqında apardıqları danışıqlar yekunlaşmaq üzrədir. Qazaxstanda taxılın qıt olması haqqındakı yayılan məlumatlar bunlar qeyri-səmimi məlumatlardır. Qazaxstanda heç bir problem yoxdur. Qazaxstanla Azərbaycanın dövlətlər arası, hökumətlər arası çox yüksək səviyyədə münasibətləri var. Son vaxtlar taxıl qıtlığının yaranması ilə əlaqədar olaraq çörəyin bahalaşacağı barədə söhbətləri seçi qabağa aparılan məqsədyönlü negativ siyasi kampaniya adlandıran Abbas Abbasov əhalini səbirli olmağa çağırır. Azərbaycanda qədərincə, lazımınca taxıl ehtiyatı da var, un ehtiyatı da var. Çörəyimiz də həmişə bol olacaq. Azərbaycan hökuməti bunların hamısını ciddi nəzarət altında saxlayır, tənzimləyir və heç kimə də imkan verməyəcək ki, Azərbaycan xalqının çörəsiz qalmasına sevinsin. Bir qədər əvvəl Azərbaycan dövlətinin daha bir rəsmisi, İqtisadi İnkişaf Naziri Fərhad Əliyev aynısı müsahibəsində Qazaxstanla 500 min ton taxıl idxalı ilə bağlı prinsipal razılıq əldə olunduğunu və alınacaq taxılın yerli məhsuldan bir qədər ucuz olacağı haqda məlumat vermişdi. Oktyabrın 1-dən isə ölkəyə gətirilən taxıl məhsulları əlavə dəyər vergisindən azad ediləcək. Ayaz Mirzəyev, Azər Qarayev, ANS. Bugün Azərbaycanda sement böhranının aradan qaldırılması üçün ciddi təkan ola bilərdi. Əlbəttə, Qaradağ Sement Açıq Tipli Səhmdar Cəmiyyəti vəd etdiyi kimi bugün daha 3 satış mərkəzini istifadəyə versəydi. Lakin bu baş verməyib. Qeyri-müəyyən səbəbdən satış mərkəzləri açılmayıb. Zavodun yeganə satış mərkəzində isə alıcılar boş-boşuna növbə gözləməli olublar. Çünki adətən günün birinci yarısında işləyən bu məntəqə bugün ümumiyyətlə işləməyib. Yaranmış vəziyyətin aradan qaldırılmasına çalışan İqtisadi İnkişaf Nazirliyi Qaradağ Sement Açıq Tipli Səhmdar Cəmiyyətinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Sentyabr ayının 26-sında İqtisadi İnkişaf Nazirliyi Qaradağ Sement Zavoduna qarşı sanksiyalar tətbiq edəcək. Nazirliyin zavodla bağlı ciddi ithamlarına qayıtmazdan əvvəl bildirək ki, Bakı şəhərində sementin satışı ilə bağlı vəziyyət sabit gərgin olaraq qalır. Zavod rəhbərliyi Dərnəgül, Xırdalan və Moskva prospektindəki topdan satış mərkəzlərini həftənin sonunadək açmağa vəd etsə də, bu hələ baş verməyib. Üstəlik şənbə günləri Dərnəgül şosesində saat 1-ə kimi işləyən yeganə satış mərkəzi də bugün bağlı olub.
mərkəzdən sement alaraq onun səyyar satışını həyata keçirən qaçqınlar, qeyd edək ki, onların arasında qadınlar da var, 10 gündən artıq müddətdir ki, sement ala bilmirlər. Valla 10 gündən çoxdur gəlirəm, bax, orada oturub qayıdıb gedirəm. Nə gündür bəs burada durmusunuz? 10-12 gündür belə təxminən. 10-12 gündür gəlirəm. Növbəyə yazılırsa gündə qalmağa salırlar, nə bilim mən nə edirlər. 7 nəfər, 8 nəfər alır, 10 nəfər. Bir də görürsən ondan ara gənə kəsildi. Sementin səyyar satışını həyata keçirən mərkəzlərdə M400 markalı 50 kiloqramlıq kisənin qiyməti 21.500 manatdır. Zavodla birbaşa müqavilə bağlayan topdan satış mərkəzlərində isə eyni kisənin qiyməti 19.000 manatdan baha deyil. Dərnəgöl şosesində topdan satış mərkəzinin satışçısı Ədalət İsayev bildirir ki, onlar müqavilə əsasında zavoddan istənilən həcmdə məhsul götürə bilirlər. İstənilən miqdarda ala bilərik. Sizə heç bir məhdudiyyət qoyulmur? Xeyr. İqtisadi İnkişaf Nazirliyi isə Qaradağ Sement Zavodunu istehlakçıların hüquqları və sahibkarlıqla bağlı bir neçə qanunu pozmaqda günahlandırır. Nazirliyin Anti-İnsar Siyasət Departamentinin direktoru Arif Əşraf Funanisi verdiyi məlumata görə onlara zavodun fəaliyyəti ilə bağlı fiziki və hüquqi şəxslərdən 28 şikayət məktubu daxil olub. Aparılan araşdırma göstərib ki, topdan satış mərkəzlərində 50 kiloqramlıq kisələrdə sementin çəkisi az olub. Sement kisələri, məsələn, Xırdalan bazasında 56 ton çəkisindən aşağı olan kisələrdə sementlər müşahidə olundu. Hər kisədə 3 kilo, 4 kilo, 2 kiloqram. Onlar satışdan çıxarılmasına baxmayaraq, yəni Qaradağ Sement Zavodu buna qarşı, yəni götürüb həmin sementləri təzədən, yenidən istehlakçılara satışını həyata keçirdilər. Dərnəgül bazası da eyni qaydada və pərakəndə satışda da deməli bizim keçirdiyimiz monitoring nəticəsində müəyyən olundu ki, bütün kisələrdə deməli çəkilər aşağıdır. O da məlum olub ki, şirkətin distributorları malın satışını həyata keçirərkən hesab fakturalardan istifadə etməyə, buna da vergidən yaymağa şərait yaradıb. Yük nəqliyyat qaimləri də uçot blankı kimi nömrəli kağızlarda olmayıb. Ondan sonra deməli Via Servis firmasının və RAS firmasının səhm nəzarət paketinin, yəni bu administrasiya haqqında Azərbaycan Respublikasının qanunu ilə formalaşır ki, səhm nəzarət paketi əldə olunarkən 20%-dən artıq müvafiq orqandan, yəni anti-insar orqanından icazə alınmalıdır, razılıq alınmalıdır. Qaradağ Sement Zavodu bunun üçün də bizdən icazə almamışdır. Zavod rəhbərliyi bu ittihamlara birinci gün cavab verməyə söz verib, lakin artıq gələn həftədən sement qıtlığının aradan qaldırılması üçün yeni satış mexanizminin tətbiq olunacağı bildirilir. Zavoddan verilən məlumata görə əgər əvvəllər zavod məhsulu distributor, dillerlər topdan satış mərkəzlərinə, onlar isə pərakəndə satış mərkəzlərinə verirdilərsə, indi distributor yalnız pərakəndə satış mərkəzlərlə işləyəcək. Bununla da dillerlər və topdan satış mərkəzlərlə işbirliyinə son qoyulacaq. Hələ ki sement problemi özü kimi ağır olaraq qalmaqdadır. Zaur Həsənov, Leyla Tağıyeva, Ramil Qulam Mirzəyev, ANS.